Axşamınız xeyir, hörmətli Neftçi TV izləyiciləri. Palm Sports futbol mərkəzindəyik. Bir qədər sonra U17 liqasında Neftçi və Qarabağ komandaları üzrə gələcəklər. Ötən mövsüm U16 liqasının finalında qarşılaşan iki kollektiv heyətlərlə tanış ola bilərik. Əvvəlcə başlayaq meydan sahiblərindən. Neftçidə qapını 1 Ramil Sazanov qoruyacaq, 4 komandanın kapitanı Hüseyin Hümbətov, 3 Sahib Xəlilli, 5 Nurlan Mələyov, 7 Xəzər Nağızadə, 8 Kənan Babayev. Qarabağ komandasının heyəti qapıda 1 Bilal Hacıyev, 21 komandanın kapitanı Uğur Qurbanlı, 8 Murad Quluzadə, 9 Riyad Qaradağlı, 10 Əli Bəşirov, 13 Kəmaləddin Cəfərli, 14 Onur Əliyev, 16 Kənan İsmailov, 17 Elxan Əliyev. Qarabağ futbolçular daxil edəcək. Fit səslənir, maç başladı. Uğurlar Neftçi. Cərimə meydançasına ötürmə izləyəcəyik. Ramin Abiyevdən. Fit səsləndi, Abiyev. Ötürmə qapı qarşısına. Zərbə lazımdır. Emin yüksəldi və penalti. Penalti təyin olunur. Emin Süleymanov zərbə vurmağa çalışırdı. Ona qarşı qayda pozuldu. Fəridə Lütfəliyeva 11 metrlik nöqtəni göstərir. İzləyək, təkrarını izləyək. Göstərdi qarşılaşmanın baş hakimi. Fit səslənir, Emin topa yaxınlaşır. Süleymanov və gol! Hesab açılır 19-cu dəqiqədə. Emin Süleymanov fərqlənir. Penaltidən fərqləndi. Qapıcı Bilal Hacıyev istiqaməti tapsa da Fit səsləndi. Əli Bəşirov. Ötürmə cərimə meydançasına. Başla zərbə və hesab bərabərləşir. Prinsipial oyundur. Ötürmə qapı qarşısına. Burada belə bir tərzdə zərbə indirə bilirsə keçməyə çalışdı. Alınmadı. Və birinci hissə başa çatır. Fəridə Lütfəliyeva ilk hissəni bitirir. Hakimin işarəsini gözləyirik. Və ikinci hissə başlayır. Təkrar uğurlar Neftçi. İkinci hissədə oyuna daxil olub indi. Neftçinin sol cinatan hücumu ötürmə qapı qarşısına. Orxan! 2-2! Orxan Əliyev. Əla əks hücuma çıxdı Neftçi. Sol cinatdan yaxşı ötürmə, dəqiq ötürmə və hücumçumuz burada qapıcı ilə üzbəüz qalır. Topu qapıdan keçirir. Orxan Əliyev. 2-2 oldu hesab. Yenidən hesab bərabərdir. 49-cu dəqiqədə Orxan Əliyev fərqlənir hücumçumuz. İzləyək, hücumu sol cinahdan əla ötürməkdir. Başla zərbə, dəqiq alınmadı, çox təhlükəli idi və bununla da maçın final fiti səslənir. U17 liqasında turun mərkəzi oyununda Neftçi Qarabağ maçında qalib müəyyənləşmədi. 2-2 hesabı ilə oyun başa çatır.